ailə üzvlərindən gələndə deyirmiş ki, gedin özünüzə həyat yoldaşı tapın, nə bilim, gedin eləyin, onlar ömrlü gedəcəklər, həbsə gedib. Şərəfsiz alsaq bir də başa düşsən, kiməsə qarşı, özdə qadına xeylağına qarşı bu söz demək. İkinci də ki, orada Vətən Əliyev şəxsən mənim üçün, Vətən Əliyev baş prokurorluqda işləyir. Yüksək vəzifədə işləyir. Vətən Əliyev həbs olunmalıdır. Vətən Əliyev Azərbaycan adından mənə istintaq aparıbdır. Plus, İlqar Quliyev həbs olunmalıdır. Onun hakimlər, Elçin Xasməmmədov həbs olunmalıdır. Ramiz Rızayev həbs olunmalıdır. Ali Məhkəmənin sədri. Çünki bizim hökmlərimizi qüvvədə saxladan ali orqanın rəhbəri idi həmən vaxtı. İlqar Qılıçlı və yaxud bizim hakimlərimiz var orada. Onlar həbs olunmalıdırlar hamısı. Çünki bunlar hamısı Azərbaycana xəyanət ediblər. Azərbaycan adından hökm çıxartıblar. Dövlətə xəyanət. Sən bilirdin ki, hakim olaraq, hüquqşünas olaraq bizim hüquqi savadımız olmaya bilər. Amma adi hüquqi savadı olmayan insan o gedişatlara, o ifadələrə baxaraq qiymətləndirməlidir ki, istintaq məhkəməsinə qaparmalıdır ki, geri qaytarmalıdır. Necə plenum məhkəməsinə verildi, geri qaytarıldı. Onsuz da biz orada əsas vəkillərimiz qeydlər aparmışdı, o geri qaytarılmalıydı. Ondan əlavə, burada əsas böyük cinayətkar qurum hərbi prokurorluqdur, müdafiə nazirliyidir, baş prokurorluğun keçmiş əməkdaşları var, o baş prokuror Zakir Qaralov başda olmaqla. Rüstəm Usubovdur və yaxud digər hərbi qulluqçulardır. Həmən vaxtı deyir, bir dənə polkovnik olubdur, Asabadden rəisi. O da orada fəaliyyət göstəribdir. Sonra deyirlər, Dövlət Təhlükəsizlik Xidmətindən MTV Rafael burada... Onu sonra boşlamıqlar. MTV Rafael dedi ki, bizə gəldilər Dövlət Təhlükəsizlik Xidmətindən, məndən sorğu-sual eləyəndə mən orada bir sxem çəkdim, özü də çəkilişdə deyir. Deyir ki, gəldim orada çəkiliş çəkdim, deyir, məni gətdir əskərlər yalandan 5 dənə əskər üzümə qoymuşlar. Onlar gəlib iş aparandan sonra əskərlər mənim üzümə durmadılar, məni buraxdılar. Deməli bu işi Dövlət Təhlükəsizlik Xidməti aparsaydı, burada bu qədər nə ölümlər olacaqdı, nə də ki, bu sayda olmayacaqdı. Bunun vəzifəsi, əsas orada da sual verir ki, ittihamçı da sual verir ki, sizin vəzifəniz deyildi. Bu iş aparmalıdır Dövlət Təhlükəsizlik Xidməti. 274 ilə cinayət şəxsindən maddəni nə hərbi prokurorluq aparmalıdır, nə də ki, digər qurumlar. Ancaq aparmalıdır Dövlət Təhlükəsizlik Xidməti, orada araşdırma istintaq aparılmalıdır. Siz kiminiz istintaq aparırdınız da orada? Sizin vəzifəniz və yaxud edərsiniz ki, vəzifəniz nə idi? Deyir, filan kəs, nə bilim, filan silah uğrayıb, filan kəs, filan şey eləyibdir. Onun vətənə xəyanəti nə adiyyatı, nə şübhələnmə şeyi var ki? Mən cinayət eləmişəm, mən məsuliyyətini daşımışam, cinayətə görə cəza almışam, hərbi hissə daxilində cəzalanmışam. Mənə təzədən ora çağırıb sorğu-sual eləməyin məqsədi nə idi? Bağlanmış bir işi təzədən yanaşmaq üçün yeni bir işin halları olmalıydı da, düzdürmü? Yeni işin halları olmaya, mənə niyə cinayət etməsi? Mən orada sual verdim ki, ifadə Ağayevə. Yaxşı, birinin cinayət işi var idi, birinin nəyəsə var idi. Mən xidmətimin 3 ilin 2-8 ay ərzində bir dənə töhmətim olmayıbdır. Mən niyə adımı siyahıya salıb aparmışım? Məni kim aparmışdı orada? Öldürülənlərin hər birinin bir xəbərdarlığı yoxdur. Hamısının çox təşəkkürnaməsi var, medalları var. Onlar niyə getdi? Hamısı deyim, bir dənə şey deyim. Prosesin birində hansı, kim idi o? Şəfayət İmranov kim idi? Deyirdi ki, sənə kim icazə verib Erməniyə güllə alır? Mənə deyirdi də Şəfayət İmranov. Şəfayət İmranov şəxsən otağında mənə dedi ki, sən kimsən, öz əllə təhqirlə ki, Erməniyə gül. Mən də ona qaytardım, təhqirlə cavab verdim. Dedim, sən filan kəssən, mən də filan kəsəm ki, gəlib mənim düşmənim ordu sıralarına formanı giymişim, ön xətdə durmuşum ki, vətənimi qoruyam, Erməniyə güllə atam. Yaxşı eləmişəm. Bu günə görə dedim, ona görə də nə cəza verirsin, verilsin ma. Mən hələ qayıtdım ona dedim ki, sən qohum əqrəbəni güllə atmışam, sən belə narahatsan. Sonra mənə deyir ki, 88-ci ildə torpaqları sən satmışsan. Mən özüm dedim 1990-cı iləm. 88 görmüşəm, torpaq satam. Deyir, Ermənistan prezidenti Robert Kaçaryanla o vaxtçı prezidentlər. Mən uşaq idim, onlar prezident olanda. Serj Sarkisyanla nə vaxt telefonla danışmışsa. Mənim ölkədən çıxışımda telefon danışıqlarımın hamısı nəzarətdədir. Mən hansı vasitə ilə erməni prezidenti şüur tutarıb, ordunun çavuşu ilə nə məlumat bilirəm ki, məndən 30-unu danışsın. Elə general şeylə, nədir o, Zakir? Danışmışsan, çıxarış olmalıdır. Orada, deməli, dövlət ittihamçısı çox maraqlı bir fikir söylədi. Dedi, bax, sizin əvvəlki tərtər məhkəmənizdə olun, indi də məhkəmə gedir. Necə gedir burada məhkəmə? Kimsə döyülürmü? Kimsə təhqir olunurmu? Bu necə bir istintaq metodudur ki, bu qədər adam işgəncə görür, bu qədər adam özü də bir sadaladı dövlət ittihamçısı, Orxan Səmədovdur deyəsən. Adam öldürənə şərəfsiz deməyə imkan vermirlər burada məhkəmədə. Aysa o, yəni bir balaca aqressiv olan kimi dərhal zaldan çıxarılır və mənim özümü xəbərdarlıq edir ki, məhkəmənin öz quralları var. Bəli, məhkəmə normal şəkildə öz qaydaları ilə getməlidir. Maraqlısı budur. Bu tək bizi yox, bütün Azərbaycanı düşündürməlidir ki, maraqlısı budur ki, belə bir istintaq edir, 3 hərbi prokurorluq orada,
Baş prokurorun orada nümayəndəsi var. Və Müdafiə Nazirliyindən deyilən görə səlahiyyətli şəxslər orada. Generallar. Və burada işgəncə verilir və dövlət ittihamçısı da saydı o işgəncə növlərini. Və belə bir şəkildə sizcə orada hər hansı bir istintanın getməsi nə dərəcədə doğru ola bilər deyir, mən görməmişəm. Mənim yanımda İşgəncə vermirlər. İşgəncə vermə olmuyor. Mən də dedim də şəxsən sən məni döymüsən. Dedim də mən orada. Dedim ki, sən şəxsən məni döymüsən. Mənim gözümün qabağında İsmail Məmmədi, Nemət Məhərrəmov və digərlərini sən qəsdən tok da vermisən sən orada dedim. Üzünə qarşı dedim Ən orada. ağır işgəncələri, Çox dəhşətli. ən ağır zorlanmalıqları, tutuqların hamısını bax Fadağayın əlinə Hikmət Ekspertizə rəy verəndə nədir? Ağayev Fuad idi. Mən orada da məhkəmədə də qeyd elədim. Bir də Şəfaət İmranov ekspert həkimin yanındaydı. Rəy çıxmayan kimlərisə lazım idi onlara tutmaq, kimlərisə lazım idi. Onlara ekspert rəyini elə mənfi dərəcədə verirdi ki, bunlara hansısa bir hərəkət olunubdur. Hikmət Həsənov Nasib Əliyevin həm ifadəsində də verdi, həm də var ki, ifadəsində mən oxumuşam onu. Deyir ki, indi ittiham haqqında oxumamışam, amma bir sən oxumuşdum. Deyir ki, Hikmət Həsənov şəxsən üstündə durubdu. Mehman Hüseynov Elxan Ağazadə 3 sənə Türkiyə 30 vəcrunu zulüm, qan süzəsi, yəni ona zulüm edir gözümün qabağında. Mənim deyir gözlərimin qabağında. Və yaxud da Nasib Əliyevin özünün onun